Salam dəyərli müəllimlər. MİQ 2025 imtahanında ibtidai sinif müəllimlərinə riyaziyyat fənnindən düşən zaman məsələsinin ətraflı izahını sizlərə təqdim eləyirəm. Ata evdən işə sabit sürətlə 45 dəqiqəyə gedir. Bunu qeyd eləyək. Vizual olaraq təsvir eləməyə çalışaq. Ev bura olsun, iş bura olsun. Evlə işin arasındakı məsafəni 45 dəqiqəyə gedir. Ata 9:00-da evdən çıxır, yolun 3/2 hissəsini gedəndən sonra yadına düşür. Demək, yolu biz 3 hissəyə tam olaraq bölək. Bizim yolumuzdursa, bu 2, 3. 3/2 hissəsini. Burada diqqət eləsək, hansı cümlə var? Sabit sürətlə, sonra sənədi götürüb yenidən eyni sürətlə. Yəni, ata bütün istiqamətlərdə sürətini dəyişmir. Ona görə 3 hissəyə bölmüşüksə, hər hissədə ata bərabər zaman kəsiyində gedib. 45-i bölürəm 3-ə bərabərdir 15 dəqiqə. Demək, yolun hər bir hissəsinə 15 dəqiqə sərf eləyib. Yolun 3/2 hissəsi də buradır. 15-15. Onda bura eləyəcək 30 dəqiqə. Bura çatanda yadına düşür ki, sənəd evdə qalıb. Geriyə qayıdır, o evə qayıdır, təzədən buradan geriyə qayıtdı. 10 dəqiqə ərzində burada sənədin axtarmağına vaxt gedir, sənədi tapır və sonradan eyni sürətlə işə qayıdır. İşə də qayıtması buradan buradır. İndi gəlin bütün bu vaxtı hesablayaq. Bura qədər 3/2 hissəsinə nə qədər sərf eləmişdi? 30 dəqiqə, 30, üstə gələk. Buradan təzədən geriyə qayıtmağı var. Üstə gələk 30. 10 dəqiqə burada sənədi axtarmağa vaxtı gedir. Üstə gələk 10 dəqiqə. Ən sonda artıq burada sənədi tapandan sonra birbaşa işə gedir. Evdən də işə 45 dəqiqədir. Üzərinə gələk 45. Bunu xırdalayıb da yaza bilərik. Geriyə qaydanda 31 gəlib, əlavə 15 bir də gələ bilər. Amma birbaşa ilə 45 gəlmək daha rahatdır. Hesablasaq 30, 30, 60, 60 ilə 10, 70, 70 ilə 45, 115 dəqiqə. Gəlin bunu da saat və dəqiqəyə çevirək. 115 dəqiqəmiz 60 üstə gəl 55, yəni 1 saat 55 dəqiqədir. 1 saat 55 dəqiqə. Ata işə saat neçədə çatdı? Evdən neçədə çıxmışdı? 9:00-da. 9-un üzərinə 1:55-i gələndə bərabər eləyəcək 10:55. Doğru cavab A variantı.